Salam dəyərli izləyicilər. Rəqəmsal Bacarıqlar layihəsinin podkastına xoş gəlmisiniz. Bugün çox maraqlı və aktual bir mövzudan danışacağıq. Çünki artıq kitabxana dedikdə səssiz oxu zalları, kitab rəfləri deyil, eyni zamanda rəqəmsal platformalar, elektron resurslar və elmi bazalar da nəzərdə tutulur. Bugünkü qonağımız ADA Universitetinin Kitabxana və İnformasiya Mərkəzinin direktoru, texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədovdur. Elçin müəllim, xoş gördük. Salam, xoş gördük. Təşəkkür edirəm məni dəvət elədiyiniz üçün Gülnar xanım. Və izləyiciləri də buradan salamlayıram. Elçin müəllim, söhbətə biraz şəxsi mövzudan başlamaq istəyirəm. Kitabxanaya gəlişiniz bir təsadüf idimi, yoxsa planlı? Əslində kitabxana bizdə evdən başlayırdı. Anam həkim idi. Onun böyük tibbi aid kolleksiyası var idi. Atam dedektiv oxuyan şəxs idi. O zaman məşhur bir seriya var idi, Mastera Dedektiva, dedektiv ustaları. Və təbii ki, qardaşımla mənim də bizə aid belə bir Azərbaycan nağılları, ya dünya müəlliflərinin nağılları, bu kimi kitablar var idi və ümumilikdə 3 hissədən ibarət idi bizim kitabxana fondumuz evdəki olan. Və sonradan məktəbi bitirdikdən sonra xatırladığım maraqlı bir an var. Allah bütün belə deyim, həyatdan köçən valideynlərimizə rəhmət eləsin. Anamla birlikdə o zaman 15 ixtisas seçmək olurdu və o ixtisasların seçimi edərkən yanlış xatırlamıramsa 4-cü elə kitabxanaçılığı qeyd elədi. Mənim özümdə də maraq doğurdu ki, niyə görə məhz kitabxanaçılığı qeyd elədi? Çünki kitabxana bilgiləri, kitabxana təsəvvürü o zaman üçün belə deyim də məktəbdən və bəzi belə deyim iri kitabxanalardan var idi. Yəni o zaman da Allah rəhmət eləsin ümumi lider Heydər Əliyevə artıq ölkədə stabillik yaranmışdı. Ölkə qalxmağa çalışırdı və kitabxanalar da eyni zamanda belə deyim inkişafa can atırdılar. Məsəl üçün kitabxana işi haqqında qanun təsis olunmuşdu, qəbul olunmuşdu. Və istər-istəməz bir maraq yaratdı ki, nə üçün kitabxana sahəsi. Onda bir söz qeyd elədi. Bilmirəm, hələ də sona qədər mənə məlum olmadı və heç zaman imkan tapıb soruşa bilmədim ki, sən hardan görürdün ki, kitabxanalar inkişaf eləyəcək, inkişafa doğru gedəcək. Belə o da eyni sözlərlə mənə qayıtdı ki, kitabxanalar indiki kimi olmayacaq, dəyişəcəklər. Və heç bir halda yəni peşmançılıq hissi çəkməyə əgər sən bu sahənin belə deyim insan olsun, mütəxəssis olsun və gəldi elə də oldu. Mən kitabxanaçılıq informasiya fakültəsi gedirdi o zaman. 2000-ci ildən söhbət eləyirəm. Qəbul oldum. 2-ci kursa qədər yenə də müşahidə eləyirdim. Və 2-ci kursda elə bir imkanımız oldu ki, o zaman fakültənin banisi, belə deyək, yaradıcısı, rəhmətli professor Abuzər Xələfov bizə müxtəlif ölkələrin, eləcə də Azərbaycanın kitabxana tarixi, kitabxana şünaslığı haqqında, belə deyək, məlumatları bölüşürdü, dərs keçirdi. Və orada bir dəfə elə oldu ki, ABŞ kitabxanaçılığı, kitabxana işi, kitabxana şünaslıq ümumiyyətlə, belə deyək, haqqında ətraflı məlumat verdi və xüsusilə ABŞ Konqres Kitabxanasının tarixindən danışdı. Necə formalaşıb, necə yaranıb ümumiyyətlə, bugün nə yerdədir, həmin dövr üçün nəzərdə tuturam və sonradan bu mənim çox marağımı çəkdi və mən özüm araşdırmağa başladım. Bir növ bir vasitə oldu ki, mən kitabxana sahəsinin, kitabxana işini maraq yarandı və bu istiqamət üzrə, yəni həm də istəyirdim ki, təhsil aldığım istiqamət üzrə mütəxəssis olum, inkişaf eləyim. Siz artıq belə deyək də kitabxananın hər dövrünü görmüş bir insan kimi hal-hazırda 2026-cı ildəyik və rəqəmsal dünyadayıq. Əlbəttə ki, rəqəmsal dünyada kitabxanalarımız da rəqəmsallaşıb və bu gün gənclər məlumatı ilk olaraq kitabxanadan deyil də internetdən axtarır. Bu bir faktdır. Sizcə rəqəmsal kitabxanalar müasir dövrdə təhsil sistemində hansı əsas rolu oynayır? Belə, mən deməzdim ki, gəlin hansısa bir axtarış mühərrikini və yaxud sistemini kitabxana və yaxud elektron kitabxana ilə fərqləndirək. Ən yaxşı halda gəlin
Misal üçün nümunə götürək Google Scholar. Yəni Google-un özünü qoyuram mən kənara. Google Scholar-la bir fərqləndirək ki, söhbət nədən gedir? Ümumilikdə kitabxana gəlin elə həm rəqəmsal, həm də ki belə fiziki anlamda bütün misal üçün də özünə uyğun və ehtiyaclarına uyğun olaraq resursları, informasiya resurslarını cəmləyən bir mərkəzdir və özündə həm toplayır, həm emal eləyir, uzun müddətli mühafizəsini təşkil eləyir, həm də ki, eyni zamanda istifadəçi kütləsi kimdir, onlara xidmət eləyir. Və bugün nəzərə alsaq ki, hələ mən ümumi məlumatları və yaxud verilən informasiyaları demirəm, il ərzində təxminən götürək də bir 3 milyon adda məqalə çap olunur, bəlkə də onun yarısı qədər kitablar nəşr olunur, həm elektron, həm çap. Yəni, bu kifayət qədər bir verilənlər toplusudur. Gəl belə adlandıraq bunu. Və onun onun emal olunması, bayaq dediyim kimi, hələ mən digər hissələrini demirəm, az zaman deyil. Və bugünkü kitabxanaçıların da üzərinə düşən və yaxud informasiya mütəxəssisi də adlandıra bilərik, onların üzərinə düşən bu verilənləri ən belə keyfiyyətli və yüksək səviyyədə proses edib növbəti addımlara keçməkdir. Və rəqəmsal kitabxanalar da bu üstünlüyü var. Yəni siz Google Scholar-ı sadəcə bir resurs kimi görə bilərsiniz və eləcə də rəqəmsal kitabxananın özü böyük bir resursdur, ancaq Google misal üçün Scholar-dan fərqli ola bilər ki, o bir çox fərqli nəşriyyatları, informasiya aqreqatorlarını özündə cəmləşdirə bilər. Burada kommersiya tipli aqreqatorlar ola bilər və yaxud elə nəşriyyatların özü, açıq erişim, açıq istifadə edirlər, open access xidmətlərini təklif edən təminatçılar ola bilərlər. Yəni, bunların hamısını özündə əks elətdirir və istifadəçi bir pəncərə ilə bütün bu resurslara çıxış əldə edə bilir. Nəzərə alaq ki, mən universitet kitabxanalarına və yaxud akademik kitabxanaları nəzərdə tuturam. Çünki dünya üzrə götürsək, yəni o verilən və informasiyanın ölçüsü saya gəlməzdir. Və o məqsədlə mən xüsusiləşdirdim ki, universitet və akademik ortamda informasiya hansı formada dövr edir. Heç qırağa getmirəm elə. Çinin özündə il ərzində 1 milyona yaxın bəlkəm də yuxarı olmasa məqalə çap olunur. Bəzən belə bir fikir səslənir ki, gələcəkdə, neçə il bundan sonraki illərdə kitaba, ənənəvi kitabxanalara ehtiyac duyulmayacaq. Bu fikirlə razısınız? Universitet kitabxanaları bəlkə də daha çox dəyişimə məruz qalan tərəf olacaq və düşünürəm ki, elə olmalıdır və rəqəmsal transformasiyalara daha tez adaptasiya olmalı olacaqlar. Sürətli bir növ, sürət onlara da təsir edəcək, yəni kitabxana daxil. Söhbət nədən gedir? Misal üçün götürsək ki, alfa nəslinin nümayəndələri 2010-dan 2025-ə qədərdirsə və artıq bu ildən beta nəslinin nümayəndələri dünyaya gəlir və 20 ildən sonra onlar müəyyən eləyəcəklər ki, və eləcə də alfa nəsli müəyyən eləyəcək ki, istifadəçilərin, belə deyək, istifadə elədikləri informasiya resurslarının quruluşu, strukturu nə cür olacaq? Bugünkü kitab bizim gördüyümüz, yəni çap kitab olsun, elektron kitablar olsun və yaxud düzəldirlər, səhifələnən elektron hansısa kitablar var. Onlar nə dərəcədə qəbul olunacaqlar? Mən, misal üçün, oğluma audio və yaxud video kasetləri göstərəndə ona qəribə gəlir ki, bu nədir belə? Çünki bu nəsil artıq, nə bilim, Alisa ilə, sonra bir çox o süni intellekt danışanlar var. Onlarla danışıb məlumatı həzm eləyən bir nəsildir. Nə dərəcədə o kitablar onların, belə deyim, tələblərinə uyğun olacaqlar və nə dərəcədə kitabxanalar o tələbləri ödəyə biləcəklər. Söhbət ondan gedir. Gəlin götürək ki, kitabın əsasını içərisindəki mətn və yaxud vizual göstəricilər təşkil edir də.
o mümkün qədər bir amorf şəkli alacaq. Ola bilsin ki, bugün mətn kitabdadır. Ola bilsin ki, sabahları mətn tamam bir başqa formatda, başqa belə deyim, kommunikasiya vasitələri ilə insan beyninə belə deyim, daxil olunca, belə deyim, Azərbaycan ümumiyyətlə hissəsini qeyd eləsək, bu asıldır əlbəttə ki, bizim kitabxanaların, mən universitet kitabxanalarını deyim, nə dərəcədə bu yenilikləri nəinki adaptasiya edib, həmçinin tətbiq edə biləcəklər. Söhbət tək yəni qəbul edib, nəyisə gördüm, sadəcə bildim yox, tətbiq prosesi necə keçəcək, öz istifadəçilərini nə dərəcədə razı sala biləcəklər. Çünki təbii olaraq əgər gənc nəslin nümayəndəsi köhnə elektron kataloqlardan istifadə edə bilmirsə və yaxud istifadə etmək istəmirsə, istər-istəməz süni intellektin və bir çox alternativlərə qaçmalı olacaq. Əgər kitabxana ondan hesablaşması, istifadəçiləri ilə hesablaşmasa belə. Gəlin bugünkü gənclərdən danışaq. Gələcək getsə mövzu uzanacaq. Gələcək qeyri-müəyyəndir. Bilmirik əlbəttə ki, tam olaraq necə olacaq. Amma bugünkü gənclər informasiya daha tez çatır, daha əlçatandır. Bəs onlar rəqəmsal informasiyalardan, resurslardan düzgün istifadə edə bilirmi? Ən çox hansı səhvlərdə rastlaşırsınız ki, gənclər məhz axtarış edən zaman resurslardan, yəni söhbət gedir rəqəmsal resurslardan. Rəqəmsal resurslardan axtarış edən zaman ən çox bu səhvlərlə rastlaşırlar. Tamam, təşəkkür bu suala görə. Mən istəməzdim səhv kimi qeyd edəyim bunu. Bu da olması da normaldır. Çünki ölkəmizdə bu istiqamətdə xüsusilə orta məktəblərdən islahatlar gedir və şagird dönəmindən, ilk siniflərdən rəqəmsal bacarıqların formalaşmasına yönəlik işlər aparılır və bugünün sözsüz ki, tələbidir rəqəmsal bilgilər və bacarıqlar və yaxud buna informasiya bilgi və bacarıqları da deyirlər. Məktəb dönəmində və yaxud ümumilikdə elektron kitabxanalardan və yaxud bənzər resurslardan, yəni hansılar ki, bir növ düzgün, etibarlı mənbəni təqdim edirlər, daha sistemli və daha axıcı informasiyanı təqdim edirlər. Ola bilsin ki, tanışlıqları olmur və sadəcə Azərbaycan, misal üçün, müəyyən reallıqlarla götürsək, regionlarda rayon, kənd, qəsəbə və burada yaşayan, boya-başa çatıb insan əgər bu imkanlara malik deyilsə ki, hansısa resurslarla tanış olsun, sözsüz ki, bu prosesin içinə düşəndə müəyyən dəstəyə ehtiyacı var və nümunə üçün, misal üçün, ADA Universitetinə daxil olan birinci kurs tələbələrinə mümkün qədər bu istiqamətdə dəstək olmağa çalışırıq. Sorğular olunur əlbəttə ki, nəyi harada tapa bilərəm. Bu prosesdə müəllimlərin, professor müəllim heyətinin və kitabxananın birgə səyi vacibdir. Çünki tələbələr nə dərəcədə ilk, belə deyim, illərindən, universitetin ilk illərindən düzgün informasiya savadlıqlarına meyilli olsalar, düzgün informasiya, bacarıq və bilgiləri olsa, o dərəcədə də möhkəm özündən gələcək təhsillərini və informasiya ehtiyaclarını ödəyə biləcəklər. Təbii olaraq, yəni, ola bilər ki, təcrübəsizlik məsələləri aparsın ki, bayaq qeyd elədiniz, hansısa Google-dan mənbəni götürsünlər. Bugün süni intellekt var, sadəcə axtarışını nəsə versin, oradan müəyyən bir məlumat çıxsın və o məlumatdan istifadə eləsin. Yəni, bu belə proseslərlə bağlı çətinliklər yarana bilər. Bəlkəm də rəqəmsal texniki biliklər yerindədir. Belə deyim də, hansısa proqram təminatlarından, hansısa brauzerlərdən istifadə eləmək bacarıq. Ancaq ki, informasiyanın nə dərəcədə universitet götürək həyatında istifadə edə biləcəyi adətən suallar doğurur və dediyim kimi bu istiqamətdə də dəstək olmağa çalışırıq. Yəni, belə anladım ki, süni intellektdən götürülən məlumatlar universitet həyatında gənclərə bir yol deyil. Süni intellekti ümumi istəməzdim qeyd eləyək. Çünki bugün, yəni,
bir çox elmi nəşriyyatlar, elmi aqreqatorlar öz resursları üçün süni intellekti tətbiq eləyirlər. Söhbət ondan gedir ki, hansı mənbədən, süni intellekt vasitəsilə hansı mənbədən istifadə eləmək. Bu yaxınlarda elə bir bizim kitab sahəsi ilə aidiyyəti olan bir şəxsin intervyusu idi ya çıxışı idi. Rastlaşdım təsadüfən. Qeyd edir ki, bugünkü gənclər kitabxanalara artıq gedib vaxt itirməklərinə və yaxud hansısa kataloqlarda axtarış eləməklərinə ehtiyac olmur ki, süni intellektdə yazmaqla lazım olan məlumatları əldə edəcəklər. Hardasa razıyam, hardasa razı deyiləm bu fikirlə. Ən birincisi, bugün inkişaf eləmək istəyən universitet və universitet kitabxanaları istər-istəməz bu sahə üzrə müəyyən bir planlar qurur, müəyyən bir işlər aparmaq istəyir. Və qeyd elədiyim kimi, süni intellektin imkanlarından istifadə edərək öz resurslarına çıxışı mərkəzləşdirmək, asanlaşdırmaq, müəyyən bir İngiliscə bir yaxşı termin var, tailor-made, xüsusiləşmiş, istifadəçi yönümlü verilənlər bazasını formalaşdırmaq. Çünki əgər sən süni intellektdən gedib ümumilikdə, misal üçün bugün də var ChatGPT, Gemini, Copilot, bir çox ümumilikdə bildiyimiz süni intellekt alətləri var, bəli. Ancaq buradakı informasiyalar, necə ki Google-da hansısa mənbələr, ümumi mənbələr indekslənir. Eləcə də eyni qaydada bu gedir. Sadəcə dəyişən kommunikasiya mexanizmidir. Gəlin belə şərti götürək. Və haradakı açıq məlumatlar var, o sənə gətirə bilər. Misal üçün, elmi nəşriyyatların da açıq məlumatları, məqalələri, kitabları olur. Oradan da gətirə bilər. Tamamilə fərqli bir yerlərdən də gətirə bilər. Ancaq yenə də ümumidir. Bu demək deyil ki, sənin qlobal olaraq bütün resurslara oradan çıxışın var. Hətta ən top nəşriyyatlar belə deyək, misal üçün var Elsevier, Springer Wiley. Bu mənbələrin də bütün resursları əlçatan deyil. Çünki müəyyən bir hissəsini götürək 15-20%-ni open access modelində, ona golden open access deyirlər, yəni qızıl açıq erişim. O vasitə ilə istifadəçiləri təqdim edə bilərlər və onu da qeyd edeyim ki, bu kimi nəşriyyatların, aqreqatorların da elə ən birinci belə müştəriləri desə kitabxanalardır. Və o resursları kitabxanalar da eyni formada istifadə edə bilər, ayrıca individual şəxslər də istifadə edə bilər. Ancaq bu resursların hamısıdır. Nə qədər ki, kommersiya məsələləri gündəmdədir, söhbət gəlirdən gedirsə, hər hansı bir xidmətin və yaxud resursun əvəzində, bu yəqin ki, uzun müddətdə davam edəcək. Elçin müəllim, çox təşəkkür edirəm. Belə dəyərli, açıq şəkildə fikirlərinizi bildirirsiniz. Elə bu məqamda belə bir sual ağlıma gəldi. Rəqəmsal mühitdə, rəqəmsal kitabxanalarda resurslar nə dərəcədə etibarlıdır? Nə dərəcədə biz ona güvənə bilirik? Rəqəmsal kitabxanalar öz kolleksiyalarını formalaşdıranda bəlkə də ən önəm verdikləri məsələ mənbələrin etibarlığı, dürüstlüyü və etika məsələləridir. Və bir çox hallarda bu proses, yəni mənbələrin seçim prosesi universitetin nümunəsində müəllim, professor heyəti ilə sıx əməkdaşlıq çərçivəsində keçirilir. Mənbələr analiz olunur, yəni yoxlanılır. Hazırda, misal üçün, Elm və Təhsil Nazirliyinin vasitəsilə Elm və Ali Təhsil Dövlət Agentliyi var. Web of Science və Scopus elm-metrik bazalarını Azərbaycan üçün, yəni ölkə üzrə açıq elan edib. Və ən birinci yoxlanılan mənbələrdən də biri odur ki, jurnallar və yaxud söhbət belə deyim, elmi kontentdən, mövzudan gedirsə, orada yoxlanılsın. Hər hansı bir jurnala, misal üçün, kitabxana abunə olmaq istəyir. Bu jurnal nə dərəcədə qeyd olunan informasiyanı özündə əhatə elətdirir və
nə dərəcədə impact faktorludur və universitetin akademik, elmi mühitinə nə dərəcədə təsir göstərə bilər. Mən hazırda istərdim keçim əks tərəfinə. Çünki biraz öncə qeyd elədiyim publish or perish mədəniyyətinin formalaşması kütləvi şəkildə yırtıcı jurnallar, saxta jurnallar mı deyək, yəni ümumiləşdirilmiş formada sayının artmasına bir növ səbəb oldu. Bu kimi resurslar çoxaldı. Elə heç nə yox, bu yaxınlarda bir axtarış elədim. Bizim bir gənc tədqiqatçı var idi. Səhv eləmirəmsə adı Ayaz Əliyev idi. Bu istiqamətdə bir məqalə yazmışdı. 3 jurnalda, həmin o yırtıcı jurnalda Azərbaycanlı müəlliflərin 256 məqaləsi çap olunub və hesab eləyək ki, bu çap olunandan sonra artıq həm müəllifin özü, həm də ki, tədqiqat işinə itirilən zaman, oradakı resurslar və bütün nə əlaqəli varsa bir növ heçə getmiş olur. Və tədqiqatçının özü də gələcəkdə hər hansısa bir artıq tanınmış mənbədə çap eləmək istəyirsə, bu bir növ baryer kimi ona da mane ola bilər. Bu çox akademik alanda ciddi bir metastaz verə biləcək bir səviyyədə bir xəstəlikdir, akademik bir xəstəlik kimi qeyd eləyək bunu. Və mənim özümün də başıma gəlmişdi. Elə mən də onu soruşacaqdım ki, belə bir hadisə başınıza gəlibmi? Bəli, gəlib mənim başıma. İndi gülümsəsəm də o zaman çox məyus olmuşduq. Nə zaman? Yəqin ki, Bir illər 12 öncə. il hardasa düşünürəm 10-12 il öncə baş vermişdi bu hadisə. Elçin müəllim, üzr istəyirəm sözünüzü kəsdirəm. Bu hər kəsin başına gələ bilər. Bunun üçün istəyərdim məsləhətlərinizi də verəsiniz ki, hansı səhvləri etmək olmaz, hansı səhvlər bura gətirib çıxara bilir? Təbii ki, mən qeyd eləyəcəm, nümunədən sonra qeyd eləyəcəm ki, biz nəyi ortaya çıxartdıq və bugün qırmızı bayraqlar deyilən red flags ingiliscə adətən adlandırılır. Nələrdə nəyə diqqət eləmək lazımdır? Əslində çətin deyil. Bir çox təcrübəli tədqiqatçılar artıq bunları bilirlər. Daha çox gənc, belə deyim, başlayan şəxslər üçün yararlı olar bu informasiya. Deməli, nə baş vermişdi? Həm müəllifim var idi. 2 müəllif olaraq elektron kitabxana istiqamətində məqalə çap elətdirməli idi və bu məqalə o zamanda elə Scopus və yaxud Web of Science-da indekslənməli idi. Bir jurnal tapdıq, adını da qeyd edeyim elə xüsusi. Silvan adında bir jurnal idi. İngiliscə məqalə çap eləyirdi və nədən istəyirdim çap eləyə bilirdi. Düzdür, o zaman bizə o qədər də bu görüntü mane olmamışdı. Bizə vacib idi, çap eləmək istəyirdik. Məqaləni göndərdik. Üstündən 2-3 gün keçdi. Xəbər gəldi ki, kiçik düzəlişlər eləyin, sizin məqalənizi qəbul edəcək və filan qədər də ödəniş eləməlisiniz. Biz belə sevincək olmuşuq. Biz gör necə məqalə yazmışıq ki, 2-3 gün ərzində onu qəbul elədilər və kiçik düzəlişlər var. Nə yaxşı, çox gözəl. İnstitutun, mən İnformasiya Texnologiyaları İnstitutunun dissertantı idim o zaman. Rəhbərim akademik Rasim Əlquliyev. Qəbul olundu. Heç uzun müddət çəkmədi ki, məqalədə nəşr olundu. Və yenə sevincək Rasim müəllimin qəbuluna getdi ki, Rasim müəllim, bəs məqalə çap olunub da xeyirli olsun verin, da uğurlu oldu səylərimiz. Müəllim o zaman ki, gəlmə qeyd elədi ki, qoyun qırağı məqaləni, yəni yırtıcı jurnala düşmüsünüz. Çap olunmamalıydı burada. Və bu, belə deyim, acı təcrübə əslində bir tərəfdən də bizə imkanlar yaratdı ki, bu istiqamətdə bilgilərimizi artıraq və bilgilərimizi bölüşək. Və bayaq sual da qeyd elədiniz ki, nədən bilmək olur? Adətən yırtıcı jurnallara ilk girəndə diqqəti çəkən məqam odur ki, öncə qeyd elədiyim hər şey şünas. Yəni, bütün sahələrdən yazırlar. Yəni, indi siz təsəvvür eləyin də, yəni ki, nə qədər redaktor, korrektor sən dəvət eləməlisən ki,
Bütün mövzuları əhatə eləsin. əhatə eləsin, bəli. Və onlara nə qədər qonorar verməlisən. Əgər sən çox minimal səviyyədə ödəniş alırsansa, çap olunması üçün, lap elektron da olsa çap olunması üçün. Və bu tip jurnallar, yəni yırtıcı jurnallar qurban olaraq adətən kimləri seçim eləyirlər? Hansısa müəyyən bir xüsusi auditoriya malik və həmin ölkənin dilində çap olunan jurnalları bir qurban olaraq seçirlər və onların bir növ surroqatını yaradırlar. Fikrim yəni nədir? Misal üçün, ISS nömrəni hətta belə kopya eləyirlər. Impact faktor məlumatlarını qeyd eləyirlər və hətta screenshot da qoyurlar ki, biz misal üçün Scopus'da da varıq. Scopus'da indekslənmişik. Ancaq ki, açıb baxanda görürsən ki, tamam ayrı-ayrı platformalardır. Və bu hansısa bir xüsusi sahəni əhatə eləyir. Misal üçün, türk dilindədir, İtalyan və yaxud da polyak dilindədir. Bu isə ingilis dilində də hamısından var. Onu da deyim, misal üçün, əlaqə informasiyasına gedəndə görürsən ki, gedib normal bir yerə çıxa bilmirsən. Ola bilsin, bir nəfər və yaxud iki nəfər sizi cavablandırsın. Ancaq ki, redaksiya heyətinə girsən, biri Çindəndir, biri Hindistandandır, biri, nə bilim, yazılar ABŞ-dandır. Nə dərəcədə o həmin redaktorun xəbəri varmı ki, orada da, orada deyil. Yəni, və bu jurnallarda, bilmirəm, öncə qeyd elədim yoxsa yox, hətta istinad verəndə belə artıq nəşriyyatlar, yəni tanınan nəşriyyatlar müəllifə, yazara yəni, dayandıra bilərlər. Yəni, qəbul eləməyə bilərlər onların məqalələrini. Bir Azərbaycanlı olaraq istəmərəm ki, yəni, Azərbaycanın elmi ictimaiyyəti bu kimi jurnalların qurbanı olsun, mütləq şəkildə yəni diqqət eləmək lazımdır. Ən azı bu 2-3 sadaladığım elementə ki, bu yırtıcı jurnalların cənginə düşməsin. Çünki bir növ düşdünsə sonra çətindir onun, belə deyim, ləkəsini təmizləmək, bəli, oradan çıxış eləmək. Çox təşəkkürlər ki, Elçin müəllim, bu mövzuya toxundunuz. Çünki bu mövzu haqqında çox danışılmır. Mənə elə gəlir ki, cəmiyyətin məlumatlandırılması lazımdır bu mövzuda. Ümumiyyətlə, bununla bağlı, bu yırtıcı jurnallarla bağlı dünya praktikasına baxdıqda hər hansısa bir qarşısını almaq üçün tədbirlər görülürmü və yaxud da görülmə ehtimalı varmı? O sual çox gözəl sualdır, ancaq ki, təəssüf ki, müsbət fikir deyə bilməyəcəm bu barədə. Nəyə görə? Çünki bu rəqəmsal transformasiyaların mənfi təsirlərindən də biri odur ki, bu kimi işləri təşkil edən şəxslər onları yaxalamaq və yaxud o hansısa bir resursu məhkəməyə verməkmi deyə, yəni bu prosedurları aparmaq çox baha başa gəlir. Hüquqi yolla, bəli. Hüquqi yolla, texniki yolla. Yəni, bilə bilmirsən ki, hansı məkandadır, hardadır. Yəni, bəlkə də nəşriyyatın, real nəşriyyatın özü orijinal olaraq çap eləyən bir müəssisə bağlana bilər, bankrot ola bilər. Ancaq bunlar yenə də davam edə bilərlər. Çünki bu istiqamətdə xərclədikləri, yəni bəlkə də çox olar, nəinki bunlara hər hansı bir təsir göstərə bilər. Bu məqamda rəqəmsal savadlılıq və təcrübə çox önəmlidir. Elə yavaş-yavaş söhbətin sonuna yaxınlaşmışkən Elçin müəllim, belə bir sual vermək istəyirəm. Rəqəmsal savadlılıq, rəqəmsal bacarıqlar sizcə 21-ci əsrin əlifbası sayıla bilərmi? Zaten bugün doğulan uşaqlar elə o əlifba ilə doğulurlar. Və hətta bu beta nəslin nümayəndələri elə süni intellektdən demək olar ki, eyni yaşdadılar. Yəni, süni intellektdən daha inkişaf yaxşı dövrünə düşdülər. Və elə o əlifba ilə də indi inşallah görək nətər böyüyəcəklər. Və qeyd edirdim ki, yəni bir 20 il sonra informasiyanın belə deyim, kommunikativ strukturunu onlar müəyyən eləyəcəklər ki, kitabxanada necə olacaq və yaxud hansı platformalarda, fərqli mənbələrdə bu işlər necə aparılacaq. Bəli, yəni bu əlifbası kimi qəbul eləmək olar. Çünki bununla göz açırlar. Və bizi hal-hazırda izləyən gənclərə, elə şagirdlərdən, ibtidai sinifdən gənclərə doğru bir izləyici kütləmiz var ki, hal-hazırda bizi izləyirlər.
Onlara bir neçə qısa cümlələrlə öz təcrübələrinizdən hansı mesajı ötürmək istəyərdiniz? Gələcək nəsil fərq eləmir hansı sahədə çalışır. Hər bir kəs rəqəmsal bacarıqları yuxarı aşağı bəli. Bu yəni ki, o olmazsa olmazlardandır. Və bu rəqəmsal bacarıqları istifadə edəndə sadəcə müəyyən bir qədərində Hər şeyin çoxu zərərdir, düzdürmü? Hə, yəni elə o kalkulyator məsələsinə adətən nümunə gətirirlər ki, bütün hesablamaları, misal üçün 2 vur 2-ni də kalkulyatorla hesablamada, hətta bizə də deyirdilər məktəb vaxtı hazırlaşanda. Yəni həmişə müəllimlərimiz də deyirdi ki, çalışın beyninizi işlədin. Analitik düşüncəni çalışın, yəni geriləməsin. Yəni məsələləri mümkün qədər səmərəli, effektiv və dürüst aparsaq, düşünürəm ki, fəaliyyətimiz bir dəyər qata bilər cəmiyyətə, çalışdığımız yerə və eləcə də ailəmizə. Elçin müəllim, çox təşəkkür edirəm. Dəyərli, bizim üçün çox önəmli fikirləri burada səsləndirdiniz, dəyərli zamanınızı ayırdınız və bu arada bizə bu şəraiti yaratdığına görə ADA Universitetindən də xüsusi təşəkkürümüz var. Növbəti podkastlarda görüşərik. Bugünkü söhbətin yekunu olaraq demək istəyirəm ki, unutmayın ki, doğru informasiya düzgün bacarıqla birləşəndə real nəticəyə gətirib çıxarır.